Salam əziz xanımlar və onların bəyləri. Heç özünüzə sual vermisinizmi? Bir avtomobil sizi necə hiss etdirə bilər? Bu maşın necə gedir? 492 at gücünə gedir. 4,9 saniyəyə 100 km/saat sürət. 1,5 litrlik turbo benzin və 230 kW elektrik mühərrikli plug-in hibridlə həm səssizliyi, həm də gücü hiss edirik. Ümumilikdə 1050 km yürüş imkanı. Bəs enerji 15 dəqiqəyə 80%-ə qədər şarj. Avtomobilin görünüşü necədir? 21 düym disklərlə hündür daban olmasa da hündür təkər demək olar. LED fənərləri sürməli gözlərə oxşayır, panoramik damı və axıcı silüetdə sanki peyzaj fırçasının izi var. Üzünü bildik, bəs daxili gözəlliyi, böyük displey və sürücü paneli, ambient işıqlanma, masajlı oturacaqlar və salonun istilik, soyuqluq balansını özündə tənzimləyən sistem. Arxa sırada planşet, dirsəkaltı, havalandırma, lap VIP gözəllik zonası kimidir. Və sonunda bu maşın niyə fərqlidir? Çünki o təkcə yolda getmir. O sizinlə düşünür və sizi tamamlayır. Avatar 07 ilk sürüşdən sevgiyə inananlar üçündür.